120 qram saf suya 30 qram duz qarışdırıldı. Qarışığın neçə faizi duzdur? Demək, saf suya 30 qram duz qarışdırılırsa, müəyyən bir qarışıq yaranır. Yəni, məhlul alınır. Yəni, suya duz, şəkər tozu, spirt və s. qarışıqlar əlavə oluna bilər. Neçə faiz duz olduğunu tapmaq üçün, yəni, ümumi nə qədərdir? Biz əvvəlcə onu taparıq, qarışığın kütləsini. 120 qram üzərinə gələrik 30 qram. Demək, 150 qram qarışığımızdır bizim. İndi neçə faizi duz olduğunu tapmaq üçün, yəni 30-u yazarıq sürətdə, qarışığın kütləsini yazarıq məxrəcdə, faizi soruşduğuna görə vurarıq 100%-ə. 30-la 150-ni ixtisar apararaq elə 30-a, 30-u 30-a bölərik 1, 150-ni 30-a bölsək 5. 100-lə də 5-i ixtisar apararam, cavabımız 20%. Demək, qarışığın 20%-i duzdur.